Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in emma ba'd. Değerli kardeşler, inşallah bugün toxunmaq istədiyimiz mövzu Allah Resulü sallallahu aleyhi ve sellemin əzəmətli bir hədisi barəsində olacaq. Yəni hər bir müsəlmanın 4 sarsılmaz dayağı bu hədisdə keçir. İmam Əhməd Müsnədində Abdullah ibn Amr radiyallahu anh'ın rəvayətinə əsaslanaraq nəql edir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurmuştur ki, "Arba'un izâ kunne fîk felâ aleyke mâ fâteke mined-dunya." 4 şey vardır ki, eğer onlar sende olarsa, dünyadan ne itirsən, sənə heç bir təsir etməz. Dünyadan əldən verdiklərin sənə qətiyyən zərər verməz. Hifzu əmanətin, sıdqu hadisin və husnu xaliqatin və iffətun fi tu'mə. Onlardan birincisi əmanəti qorumaqdır. İkincisi sözündə doğru olmaqdır. Üçüncüsü gözəl əxlaq, gözəl xasiyyətli olmaq. Və dördüncüsü isə ruzidə iffəti saxlayıb qorumaq, halala riayət etmək. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin mübarək hədisi özündə çox dəyərli, bərəkətli Peyğəmbər yönləndirmələrini və tövsiyələrini cəmləyib. Hər bir müsəlman öz dinini qorumaq və eləcə də dünyaya baxışını düzəltmək üçün bu hədisdə keçən göstərişlərə, nümunələrə möhtacdır. Həmçinin işləri düzgün tərəzi ilə, yəni axirət tərəzisi ilə ölçmək üçün bu tövsiyələrə ehtiyac duyur. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 4 xüsusiyyət var. Yəni 4 sifət, 4 xasiyyət, 4 xüsusiyyət. Bunlar çox gözəl, tərifə layiq xüsusiyyətlərdir. Allah Resulü sallallahu aleyhi və səlləmin zikr etdiyi bu xüsusiyyətlər. Əgər bunlar səndə olarsa, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni müsəlman bu sifətlərlə sifətlənərsə, özünü bu əxlaqla bəzəyərsə, onda dünyadan əldən çıxan şeylər sənə zərər verməz, səni kədərləndirməz. Bu sifətə sahib olan insan dünyadan əldən verdiği şeylərə görə heç vaxt kədərlənməz. Yəni dünyadan əldən qaçan ləzzətlər, imkanlar və başqa şeylər itdi deyə, əldən çıxdı deyə bu sənin üçün faciə sayılmaz. İnsan gərək dünyadan əldən çıxan şeylərə görə peşman olub yanıb yaxılmasın. Çünki bu cür peşmançılıq və yanıb yaxılma heç bir fayda vermir. Əgər müsəlman həqiqətən də bu sifətlərlə əxlaqlanıb, bu gözəl xüsusiyyətləri qazanıbsa, onda onun üzərinə düşən, onun borcu odur ki, axirəti özünün ən böyük qayğısı, ən böyük dərdi eləsin və əsas dərdi etsin. Şeyx Abdurrazaq Hafizahullah bu hədisə şərh verərkən deyir ki, bu hədis hər bir müsəlmanın, xüsusən də hər bir müsəlman tacirin dönə-dönə düşünüb, təfəkkür etməsinə və daim gözünün önündə saxlamasına layiq olduqca möhtəşəm bir hədisdir. Hətta gərək bu hədis tacirlər arasında, mağaza və həmçinin bazarlarda, şirkət və müəssisələrin mühitində geniş şəkildə yayılıb bu hədis tanıdılsın deyir. Hətta ticarətə baş vuran hər bir müsəlman, hər kəsin alış-veriş üslubu, ünsiyyətdə və müamilədə tutduğu yol bu hədisin işığında düzəlsin. Bu da o zaman gerçək olur ki, bu 4 xüsusiyyət tacir üçün sınmayan, tərpənməz əsaslara çevrilsin. Və o, qazanc nə qədər böyük və nə qədər cəlbedicisi olsa da, bu əsaslardan heç birini güzəşt mövzusuna çevirməsin. Çünki bu hədis insanların dünyaya, onun puç mal dövlətinə, ticarətə, pul qazanmağa və yüksək mənfəət dalınca qaçdıqları zaman əxlaqlarında yaranan ağır fəsadı son dərəcədə hikmətli və möhtəşəm bir üslubla müalicə edir. Bu fəsaddan salamat qalmağın yeganə yolu odur ki, müsəlman, tacir hədisdə zikr olunan bu 4 əsası qoruyub möhkəm saxlasın. Bu sifətlərlə əxlaqlansın və onlardan heç birini zəiflətməsin, heç bir bəndini sındırmasın. Bu xüsusiyyətləri öz yanında yıxılıb sökülməsinə əsla razı qalmayacağı möhkəm sütunlar, sarsılmaz qaydalar kimi görsün gərək. Sonra da bu qaydaları qorumaq naminə dünyadan nəyisə əldən verərsə, bunu özünə itki saymasın. Buna görə qəlbi sıxılmasın. Qarşısında nə qədər böyük qazanc və iri mənfəət fürsətləri olsa da, bu qazancın heç biri onun yanında bu əsasların bir dənəsini belə
sındırmağa layiq sayılmasın. Peyğəmbərin sallallahu aleyhi və səlləmin gərək müsəlman bu kəlamını daim qəlbində yeniləsin. Dünyadan əldən verdiklərin sənə zərər verməz deyir Allah Resulü sallallahu aleyhi və səlləm. Yəni bu hədisdə qeyd edilən uca sifət və möhtərəm xüsusiyyətləri qoruyub saxladığı halda dünyavi qazancdan əldə verdiklərinə görə qətiyyən üzülsün deyə bir səbəb görməsin. İnsan ticarət meydanına girdiyi zaman məhz bu 4 sahədə çox ağır bir imtihana çəkilir. Bəzən onun qarşısına son dərəcə cəlbedici, böyük qazanc imkanları çıxır. Lakin o qazancı əldə etmək üçün yalan danışmaq, aldatmaq, fırıldaqçılıq kimi yolları seçməsi tələb olunur qazancı əldə etmək üçün. Bu zaman insan sanki öz nəfsi ilə masaya oturur. Bu qazancı belə yollarla əldə edimmi, etməyimmi? Yoxsa hədisdə buyurulduğu kimi deyim, qoy dünyadan əldən verdiyim verilsin, əsas odur ki, bu əsaslar məndə qalsın deyə öz vicdanı ilə mübahisə edir. Hətta zahirən elə görünür ki, o sövdələşməsini əldən verir, qazancdan məhrum olur, sərfəli alış-verişini itirir. Amma bilməlidir ki, Allah Subhanahu və Teala onu mütləq daha xeyirlisi ilə əvəz edir. Çünki ruzi və lütf tamamen Allah Subhanahu və Teala'nın əlindədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dünyadan əldən verdiklərin, itirdiklərin sənə zərər verməz. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü əslində mömin, müsəlman tacir üçün səmadan gəlmiş bir zəmanət kimidir. Yəni qazanc nə qədər çox, nə qədər parlaq görünsə də, əldən çıxan mənfəətə görə özünü yandırıb, yaxma, qəm-qüssə çəkmə. Çünki bu pulu itirsən belə gerçək mənada, həqiqi mənada qənimət içindəsən. Xeyir qazanan tərəf sənsən. Sənin üçün Allah Subhanahu və Taala'nın dərgahında daha bərəkətli və daha üstün bir əvəz hazırlanmışdır. Bu səbəblə ticarətə qədəm qoyan, ticarətə başlayan hər kəs bu 4 böyük əsas xüsusiyyətlərə diqqət yetirməlidir. Onları qəlbində sabit sütunlara çevirməlidir. Onlardan birincisi, necə ki hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, əmanəti qorumaqdır. Allah Subhanahu və Teala ayədə buyurur ki, وَالَّذ۪ينَ هُمْ لِأَمَانَتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ Onlar ki, yəni o kəslər ki, öz əmanətlərinə və əhdlərinə sahib çıxarlar. Ənəs ibn Məlikdən radiyallahu anhudan rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Lə imanə limən lə əmanətə ləh və lə dinə limən lə əhdə ləh. Əmanətlər olmayanın imanı yoxdur. Əhdinə sadiq olmayanın da dini yoxdur. Bu hədisi İmam Əhməd rəvayət edib, Şeyx Albani də səhih saymışdır. Əmanət insanın din və dünyası ilə əlaqəli daşıdığı bütün şeyləri həm söz, həm də əməl baxımından əhatə edir. Dini ilə və dünyası ilə əlaqəli olan bütün hər bir şeyi həm sözdə, həm də əməl baxımından əhatə edir. Yəni haqları yerinə yetirmək və onları qorumaqdır əmanət. Müsəlman hər haqlının haqqını verir və haqların ən vacibi isə Allahın ibadətdə olan haqqıdır. Yəni onu tək bilmək, ibadətdə onu təkləşdirmək, tövhid və qullarına vacib etdiyi fərz vaciblərə Allah Subhanahu və Taala'ya itaat etmək və bu ibadətləri səhlənkarlıq və tənbəllik etmədən yerinə yetirmək. Onların, bütün qulların üzərinə vacibdir. Eləcə də Peyğəmbərin sallallahu aleyhi və səlləmin əmr etdiklərində ona itaat etmək, qadağan etdiklərində də çəkinməkdir. Allah mömin qullarını xəbərdar edərkən əmanətə xəyanəti özünə və Rasuluna sallallahu aleyhi və səlləmə xəyanətlə yanaşı zikr edərək buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu lə təxunullahi və Rasul və təxunu əmanətikum və əntum tə'ələmun. Ey iman gətirənlər, Allaha və Rasula xəyanət etməyin. Həmçinin bilə-bilə əmanətlərinizə də xəyanət etməyin. Əmanətin sürətlərindən, formalarından biri də insanların haqlarına riayət etməkdir. Bura alış-verişlər, borclar, miraslar, girovlar və insanın qoruması üçün ona verilən əmanətlər daxildir. Həmçinin şahidlik də əmanətdir. Yazı da əmanətdir. Yazıda heç bir dəyişməyə, dəyişdirmə, təhrif, artırma və ya əks etmə olmamalıdır. İnsana etibar edilən sirləri qorumaq da və onları ifşa etməmək də əmanətdir. Eləcə də qulaq, göz və digər bütün hiss orqanları əmanətdir. Tövsiyə və məsləhət verməkdə də əmanət var. Sənə etibar edənə qarşı səmimi və dürüst olmaqdır. Yəni o bütün müamilələrində etibarlı və dürüst şəxs olmalıdır. İnsanların haqqını qorumaqda, onlara aid mal dövləti
qaytarmaqda da eyni dərəcədə etimada layiqdir. Heç vaxt insanların haqqını tapdamaz. Əksinə, əmanətin haqqını layiq olduğu kimi qoruyar. İnsan ticarət qapısından daxil olduqda bu məqamda da sınağa çəkilə bilər. Görəsən o əmanəti qoruyacaq, yoxsa biraz dünya malı və yaxud da mənfəət üçün fani mal dövlət naminə əmanəti ayaq altına alacaq. Təəssüf ki, bu imtahandan çoxları yıxılır, keçə bilmir. Bir qədər pul üçün bir parça fani mal naminə əmanəti qurban verir, satır, məhv edir. Bəziləri isə əmanətə yalnız çox məhdud çərçivədə öz xırda maraqları dairəsində riayət edirlər. Yəni kimsə ona qarşı əmanətlə yanaşırsa, o da həmin ona əmanətlə cavab verir. Əgər qarşısındakı insan əmanətli şəxs olarsa, ona etibarla yanaşar. Əgər xəyanətkar olarsa, bu dəfə də ona xəyanətlə cavab verir. Halbuki bu möminin xasiyyəti deyil. Mömin əmanəti daim qorunmalıdır. Qarşısındakı insan nə cür olur olsun. Müsnəd və başqa mənbələrdə Ənəs ibn Malikin radiyallahu anhunun səhih sənədlə rəvayət olunmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əddil əmanətə ilə mən ittəmənəkə və lə təxun mən xanəkə. Əmanəti, yəni sənə etibar edib əmanət verənə əmanətini qaytar və sənə xəyanət edənə sən xəyanət etmə. Əmanəti əmanət sahibinə qaytar, sənə qarşı xainlik edən, xəyanət edənə isə sən xainlik etmə, xəyanət etmə. Deməli, əmanətə riayət hər zaman nədir? Hər məqamda, hər şəraitdə tələb olunan və hər bir halda tərifə layiq bir xüsusiyyətdir. Hər bir halda tərifə layiq bir xüsusiyyətdir. Xəyanət isə istisnasız olaraq hər vəziyyətdə çirkin, günahların qınanılan və rədd edilmiş bir xüsusiyyətdir. Elə buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, وَلَا تَخُنْ مَنْ خَانَكَ. Sənə xəyanət edəni sən xəyanətlə cavablandırma. Sənə xəyanət edənə sən xəyanət etmə. Bəli, haqqını əlbəttə tələb et, lanma, nağərma, cavab olaraq xəyanətə əl atma. İnsan haqqını tələb edə bilər, amma cavab olaraq xəyanətə əl atmamalıdır. Çünki xəyanət hər an, hər yerdə iyrəncdir. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm ikinci xüsusiyyəti deyir və hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sidqu hədithin. İkinci, sözündə doğruluq. Danışanda dürüst olmaq, doğru danışmaq. Doğruluq və yəni səmimi və düzgün danışmağın çox uca dərəcəsi və böyük əhəmiyyətləri var. Allah Subhanahu və Teala mömin bəndələrinə doğruluğu tövsiyə etmiş və onlara buyurmuşdur ki, doğru olanlarla bir yerdə olsunlar. Və ayədə Allah Teala buyurur ki, "Ya eyyuhellezine amenu ittaqullah və kunu ma'as-sadiqin." Ey iman gətirənlər, Allahdan qorxun və doğru olanlarla birlikdə olun. Doğru olanlarla birlikdə olun. Sədi rahimehullah bu ayə haqqında deyir ki, yəni o kəslərlə olun ki, onlar sözləri də, yəni onların sözləri də, əməlləri də, halları da doğrudur. Yəni hər bir halda onlar doğrudur. Onların danışığı doğrudur. Əməlləri və hallarının hamısı doğruluq üzərindədir. Tənbəllikdən, süslükdən uzaqdırlar. Pis niyyətlərdən təmizdirlər. İxlas və salih niyyətlərlə doludur. Çünki doğruluq insanı yaxşılığa, birrə aparır, yaxşılıq da insanı cənnətə aparır. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm doğruluğu tövsiyə etmiş və yalandan da şiddətlə çəkindirmişdi. Səhih Buxari və Müslimdə Abdullah ibn Məsuddan radiyallahu anhdan rəvayət olunur ki, o deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Aleykum bis-sidq, fe inne's-sidqa yehdi ila'l-bir." Sizə düşən hər zamanda doğru danışmaqdır. Hər bir halınızda doğru olun. Çünki doğruluq insanı yaxşılığa götürür. Və innel birre yehdi ila'l cenne və yaxşılıq isə insanı cənnətə aparır. Və sonra deyir ki, insan durmadan, doğru danışa-danışa
və doğruluğu axtara-axtara axırda Allah Subhanahu və Taala'nın qatında siddiqlərdən yazılar. Və həmçinin Allah Resulü sonra hədisdə buyurur ki, yalandan isə çəkinin, ondan uzaq durun. Çünki yalan insanı günaha, azğınlığa aparır. Günah və azğınlıq isə insanı cəhənnəmə aparır. İnsan durmadan, yalan danışa-danışa və yalanın dalınca düşə-düşə axırda Allah qatında yalançılardan yazılır. Və insanların bir-biri ilə münasibətlərində doğruluq yayılıb, üstünlük tapanda xeyirlər böyüyür, bərəkətlər çoxalır və cəmiyyətdə bolluq, firavanlıq və rahatlıq yayılır. Yəni, insan əsla yalan danışmaz. Mömin, müsəlman əsla yalan danışmaz. Əksinə, doğruluq yolunu tutar, möhkəm qoruyar bu yolu. Alışveriş əsnasında insanlarla danışanda da daim səmimi və düz olur. Müştəriyə bu mal yenidir deyirsə, bu sözün içində yalanın kölgəsi belə olmaz. Bu növ orijinal maldır və yaxud da keyfiyyətlidir deyirsə, bunu bilə-bilə və doğru şəkildə, onun həqiqi olduğunu bilə-bilə və doğru olduğunu bilərək deməlidir. Və o cürdə deyir mömin. Bu mal bugünün malıdır. Dünənkindən deyil deyirsə, yenə də həqiqəti söyləyir. Və orada heç bir şeyi qarışdırmır. Köhnə mal satmır. Və o öz içində belə deyə düşünür. Bu müştərilərdən 1 manat, o birisindən 2 manat və digərindən 10 manat və yaxud da daha çox 10.000 manat qazansam nə olacaq? Əgər bunun müqabilində doğruluq xasiyyətimi itirib yalançıya çevrilsəm, bu qazanc mənim nəyimə yarayır? Yəni insan düşünür ki, yəni nə qədər çox pul qazanıb yalançıya çevrilərəmsə, doğruluq sifətini itirərəmsə, bu qazancın mənə nə xeyir ola bilər ki? Yəni insan, mömin daim qazancı yox, əsas öz doğruluğunu, bu sifəti qorumağa üstünlük verməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, yalandan qəti surətdə çəkinin. Çünki yalan insanı fasiqliyə aparır, fasiqlik isə insanı o da sürükləyir. Beləcə, o ruzu verənin yalnız Allah olduğuna sarsılmaz bir iman bəsləyir mömin. Onun yanında bir neçə manat və yaxud da bir ovuc pul heç vaxt doğruluq kimi bir xəzinənin itirilməsinə dəyməz. Çünki doğruluq onun üçün danışıqsız, mübahisəsiz və güzəştə getmədiyi bir əsasdır mömin üçün. Halbuki bəzi insanların əxlaqı satış və yaxud da ki, dünyaya hərislik içində tədricən pozulur. Alışverişdə və yaxud da dünyaya hərislik içində tədricən nə olur? Pozulur. Və müəyyən sözləşmələrdə özlərini yalana doğru çəkilmiş halda görürlər. Hətta bəzən ağır andlar içərək yalanı bərqərar etməyə cəhd göstərirlər. Öz yalanlarını doğru kimi göstərməyə cəhd göstərirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, 3 qism insan var ki, Allah qiyamət günü onlarla danışmaz, onlara baxmaz, onları təmizə çıxarmaz və onlar üçün çox şiddətli əzab vardır. Bunlardan biri də buyurur ki, malını yalan andları ilə keçirməyə çalışan tacirdir. Allah qorusun. Beləcə biraz dünya mənfəəti naminə doğruluğunu satır. Sadiqliyini, doğruluğunu dünya malına görə satır. Yalançıya çevrilir. Allah Subhanahu wa Taala bizləri bu aqibətdən qorusun. Üçüncü xüsusiyyət Allah Resulü sallallahu aleyhi və səlləmin vurğuladığı xüsusiyyət hüsnü xaliqatin, gözəl xasiyyət, gözəl əxlaq. Gözəl əxlaq, yaxşı əxlaqdır. Yaxşı əxlaq budur, yaxşılıq etmək, əziyyəti uzaqlaşdırmaq, insanları nə dili ilə, nə də əzaları ilə incitməmək və üzü gülər, xoş rəftar olmaq. Yaxşı əxlaq, gözəl xüsusiyyət budur. Alimlərdən bəzisi yaxşı əxlaqın əlamətlərini belə cəmləyiblər. Yaxşı əxlaq odur ki, insan çox həya sahibi olsun. Az əziyyət versin, dili doğru olsun, az danışsın, çox əməl etsin.
və az sürüşüb yanılsın, yəni az səhv etsin. Ata-anaya yaxşılıq edən, qohumluq əlaqələrini qoruyan, ağırbaşlı, səbirli, çox şükür edən və qismətinə razı qalan olsun. Yaxşı əxlaq budur. Həlim olsun, sakit və yəni soyuqqanlı, yumuşaq rəftar edən, iffətli, şəfqətli olsun. Lənət edən, söyən, söz gəzdirən, nəmmam və qeybətçi olmasın. Tələsik və hövsələsiz, kinli, xəssiz və həmçinin həsəd aparan olmasın. Üzü həmişə təbəssümlü, səmimi və mehriban olsun. Allah üçün sevsin, Allah üçün nifrət etsin, Allah üçün razı qalsın və Allah üçün qəzəblənsin. Yaxşı əxlaq uğurun ən mühüm səbəblərindən biridir. Çünki insanların çoxu nə sənin etiqadına, nə də ibadətinə baxırlar. Mühit, ətraf çox vaxtı insanın etiqadına və yaxud da ibadətlərinə baxmırlar. Onlar ilk növbədə sənin əxlaqına baxırlar. Əgər əxlaqın xoşlarına gələrsə, səndən əqidə də, əxlaq da, ibadət də, eləcə də elm də götürərlər. Əgər xoşlarına gəlməsə, səni də, sənin üzərində olduğun elmi də tərk edərlər. Fudeyl ibn İyad rahimehullah deyir ki, pis əməl sahibi pis əməl sahibi amma xoş xasiyyət birinin mənimlə oturub durması, pis xasiyyətli abidin mənimlə oturub durmasından mənə daha sevimlidir. Deməli, yaxşı əxlaq mütləq vacibdir, lazımdır. Yaxşı əxlaq mütləq müsəlmanın sifətlənməli, bəzənməli olduğu sifətlərdəndir. Bizə kifayət edər ki, Allah subhanahu wa ta'ala Peyğəmbərinin və səlləmə belə buyurmuşdur. Sən uca əxlaq sahibisən. Çox uca əxlaq üzərindəsən. Yaxşı əxlaqın dərəcəsi o həddə çatıb ki, qiyamət günü tərəzini ağırlaşdırır. Yaxşı əxlaq sahibi, yaxşı əxlaq qiyamət günü tərəzidə ən ağır gələn əməllərdəndir. Tirmizinin Sünənində və Şeyx Albaninin səhih saydığı rəvayətdə Əbu Darda radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qiyamət günü möminin tərəzisində yaxşı əxlaqdan daha ağır gələn heç bir şey yoxdur. Çünki Allah subhanahu wa ta'ala söyüşkən, ədəbsiz, ağzı pozuq adamı sevmir, ondan nifrət edir. İnsanları cəhənnəmə ən çox daxil edən səbəblərdən biri də cənnətə daxil edən, insanları cənnətə daxil edən ən çox səbəblərdən biri də yaxşı əxlaqdır. Tirmizinin Sünənində və Şeyx Albaninin Həsən saydığı rəvayətdə Əbu Hüreyrə radiyallahu anhu belə deyir. Allah Rasulundan sallallahu aleyhi və səlləmdən soruşuldu. İnsanları cənnətə ən çox aparan nədir? İnsanları cənnətə salan, ən çox cənnətə salan şey nədir? Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, təqvallah və husnul xuluq. Allahdan qorxmaq, yəni təqva və yaxşı əxlaq, gözəl əxlaq. Yəni tacir insanlarla ünsiyyətdə, alış-verişdə və bütün münasibətlərində gözəl ədəblə, gözəl əxlaqla davranır. Müsəlman, ticarətlə məşğul olan insan müxtəlif xasiyyət və təbiətli, xüsusilə də kobud və sərt rəftar edən insanlardan çox şey görə bilir. Saysız, hesabsız müamilələrlə, nümunələrlə qarşılaşır. İnsanlarla bu qədər sıx təmasda olmaq, əgər bu hədisdə vurğulanan gözəl xasiyyət dayağına, sütununa ciddi riayət olunmazsa, insanın öz əxlaqına da nə olacaq? Mənfi təsir olacaq, mənfi təsir göstərəcək. Belə bir məqamda mömin tacir öz özəl əxlaqını qorumaq üçün nəfsi ilə daimi mübarizə aparmalıdır. Bazarda bir pis xasiyyəti olan insanlarla təmasda olması əsla onu öz əxlaqını satmağa, onlara bəzləməyə vadar etməməlidir.
Çünki bəziləri müxtəlif insanlarla iç-içə yaşayıb ticarətə möhtac olduqları üçün tədricən söyüş söyən, qəlb qıran, ağız dolusu nalayiq sözlər işlədən pis xasiyyətli birinə çevrilmiş olurlar. Onlar bu həmin xasiyyətləri, yəni pis xasiyyətləri məhz yəni olduqları ticarətlərdən və insanlarla münasibətlərindən öyrənirlər. Yəni oradan götürmüş olurlar. Beləcə ticarət meydanına bu uca dayağı, gözəl əxlaqı qorumaq üçün lazımi diqqəti yetirmədən girdiklərindən həmin bu qiymətli xüsusiyyəti əldən veriblər. Buna diqqət göstərmədiklərinə görə bu gözəl xüsusiyyəti, gözəl əxlaqı əldən verirlər. Və özünə həqiqi mənada xeyirxah olan, özünün üçün xeyir istəyən müsəlman ticarəti və insanlarla ünsiyyəti əxlaqını korlamaq üçün bəhanəyə çevirməz. Axı insan nə qazanar ki, saysız hesabsız mal toplasın, amma əxlaqı viran qalsın. Yəni insanın əldə edəcəyi malın nə dəyəri var ki, o malın qarşısında öz əxlaqını viran qoymuş olsun. Əxlaqı xarab olandan sonra o mallar ona hansı faydanı verə bilər? Hansı işin də köməyinə çata bilər? Və dördüncü, sonuncu xüsusiyyət müsəlmanın sahiblənməli olduğu xüsusiyyətdən Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İffətun fi tu'mətin. Ruzi qazanmaqda iffət. Ruzi qazanmaqda iffətli olmaq. Yəni halala riayət etmək. Yiyəcəyində, içəcəyində, loxmaya diqqət yetirməkdir. Həqiqətən halal qazancda və təmiz malda dinin salamat qalması, şərəfin qorunması, üzün nur və gözəllik qazanması və izzət sahibi olmaq var. Burada məqsəd halal və təmiz qazancdır. Çünki Allah Subhanahu wa Taala təmizdir və yalnız təmiz olanı qəbul edir. Allah Subhanahu wa Taala bunu peyğəmbərlərə əmr etdiyi kimi möminlərə də əmr etmişdir. Allah Taala ayətdə buyurur ki: "Ya eyyuhar rusulu kulu minət tayyibati və a'malu salihan." Ey elçilər, halal və təmiz nemətlərdən yeyin və salih əməl edin. Və digər ayədə Allah Taala buyurur ki: "Ya eyyuhellezine amenu kulu min tayyibati ma razaqnakum veşkuru lillahi in kuntum iyyahu ta'budun." Ey iman gətirənlər, sizə ruzi verdiyim halal və təmiz nemətlərdən yeyin və Allaha şükür edin, əgər yalnız ona ibadət edirsinizsə. Halal qazanc, yəni halal qazanc axtarmaq və onun dalınca düşmək vacib və mütləq, lazımlı bir işdir. Qiyamət günü bəndənin ayaqları yerindən tərpənməyəcək. Qiyamət günü qul durduğu yerdən tərpənməyəcək. Ta ki, malı barəsində sorğu-sual olunsun. Onu haradan qazandı və nəyə xərclədi deyə soruşulacaq. Hər bir müsəlman kişi və qadının boynuna haqdır ki, halal və təmiz qazanc axtarsın. Pak və şərəfli işlə məşğul olsun. Ki, hətta halal yesin və halal yolda xərcləsin. Nə qədər qəribə və təəccüblüdür ki, bəzi insanlar xəstəlik qorxusu ilə halal yeməklərdə belə hədd qoyur. İnsanlar doğrudan da qəribədir ki, xəstəlik qorxusundan halal yeməkdən belə neyinir? Çəkinir. Hədd qoyur, özünü qoruyur. Amma cəhənnəm qorxusundan, haramdan çəkinmir. Amma cəhənnəm qorxusundan isə haramdan çəkinmir. Həqiqətən haram yemək insanın bəsirətini, yəni qəlb gözünü korlayır, dinini zəiflədir, qəlbi sərtləşdirir, bədən üzvlərini itaətdən saxlayır, duanın qəbuluna mane olur. Hansı ki, ibadətin özüdür, dua. Ən böyük ibadətdir. O, duanın qəbuluna neyir? Mane olur. Peyğəmbər sallallahu aleyhi və səlləm misal gətirdiyi həmin o hədistəki insanı xatırlayaq. Uzun səfər edir, üst başı pərişan və toz duman içərisində, toz torpaq içərisində əllərini göyə qaldırıb, ya Rab deyir. Amma yeməyi haramdır, geyimi haramdır, bədəni haramla bəslənmişdir. Belə birinin duası necə qəbul olunsun? Bu hədisi Müslim rəvayət edir.
Yəni insan ruzisində iffət və təmizlik sahibi olmalıdır. Hər bir mömin, hər bir müsəlman öz ruzisində iffətli olmalıdır. Pak ruzi sahibi olmalıdır. Halal qazanmağa ciddi yanaşar. Haramdan və şübhəli gəlirlərdən uzaq dayanmağa çox ciddi şəkildə həssaslıq göstərər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İnnəl halalə beyyinun və innəl haramə beyyinun və beynəhumə müştəbihət. Lə ya'ləmhunə kəthirun minənnəs. Həqiqətən halal açıq-aşkar bəllidir, haram da açıq-aşkar bəllidir. Bu ikisinin arasında isə çox adamın bilmədiyi şübhəli şeylər vardır. Fəmən ittəqa şübhət istəbra li dinihi və aridi. Kim bu şübhəli şeylərdən çəkinərsə, öz dinini və izzət namusunu qorumuş olar, irzini qorumuş olar. Və mən vəqa fi şübhət vəqa fil haram kərra yərə havləl himə yuşik ən yərtəə fi. Kim də şübhəli sahələrdə dolaşarsa harama düşməyə yaxındır. Sanki padşahın qadağan etdiyi otlaq sahəsinin kənarında heyvan otaran çoban kimidir. Az qalar ki, həmin sahələrə, yəni o sərhədi aşağı. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm hədisin ardında buyurur ki, Ələ və innə likulli məlikin himə, ələ və innə himəllah məharimuh. Agah olun ki, hər padşahın qorunan bir sərhədi vardır. Allahın qorunan sərhədi isə onun haram buyurduğu şeylərdir. Onun haram buyurduğu haramlardır. Beləcə tacir ruzisinin təmizliyinə həssaslıqla yanaşar. Yediyi loxmanın içində haramın yaxud harama bulaşmış şübhəli bir şeyin olmasına çox ciddi fikir verər. Mömin, müsəlman tacir. Əgər hansısa alqı-satqıda faiz, aldatma, təhrif, yaxud şəriətin haram buyurduğu ticarət şəkillərindən hər hansı biri varsa, həmin alış-verişdən tamamilə neyniyər? Uzaq durar. Yəni özünə bəhanələr gətirməz. Günümüzdə bəzilərinin etdikləri kimi hansısa bir sıxıntıya düşəndə ya bankdan borc götürəcək və yaxud da faizə girəcək, sələmə girəcək. Hansı ki o dediyi şeylər heç bir rəvaz vermir ki, gətirdiyi bəhanələr bu haramlara düşsün. Çünki onun üçün dəyişməz və sarsılmaz prinsiplərdən biri halal ruzidir. Və o belə bir əsası əsla zəiflətmədən, heç bir zəifliyə yol vermədən qazanc axtarar. Halbuki bəziləri ticarət meydanına girəndə halal loxma məsələsini heç gündəmə belə gətirmirlər. Yəni ümumiyyətlə, halal məsələsinə bir yanaşırlar. Əldə etdiyi pulun halal yoxsa haramdan gəldiyinə dönüb bir an belə fikir vermirlər, baxmırlar. Hətta bəzilərinin bu mövzuda özlərindən uydurduğu, özlərindən icad etdiyi qayda da var. Əlinə keçən, yəni əlin çatan hər şey halaldır. Əlin çatmayan isə, məhrum olduğun şey isə haramdır. Özlərindən uydurduqları belə bir şey. Yəni onların nəzərində hansı yolla olursa olsun, əlinə keçən hər şey halaldır. Ələ keçməyən şey isə haramdır. Beləliklə halal və haram onlar üçün sanki eyni mənanı daşıyır. Yəni heç bir fərq yoxdur halalda və yaxud da haramda. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, haramdan qidalanaraq böyüyən hər bir ət parçasına cəhənnəm daha layiqdir. Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, uzun səfərə çıxmış, saç saqqalı dağınıq, üst başı toz torpaq içində bir kişi var ki, əllərini göyə qaldırıb, ya Rab deyə yalvarır. Lakin yediyi haram, içdiyi haram, geyindiyi haram, bədəni haramla qidalanmışdır. Belə birinin duasına necə cavab verilsin? Yəni, belə birinin duası necə qəbul olunsun? Yəni, halı bu dərəcədə harama bulaşmış olan bir insanın duası necə qəbul oluna bilər? Yəni, bu səbəbdən də sələflərdən bəziləri deyərlər ki, kim duasına Allah Taala tərəfindən cavab verilməsi ilə sevinmək istəyirsə, qoy əvvəlcə ruzisini halal və təmiz etsin. Yəni, kim istəyirsə ki, Allah Taala onun duasını qəbul etsin, o sevinsin bundan, duasının qəbul olması ilə, ruzisini neynəsin? Halal və təmiz etsin. Deməli, bu mövzu müsəlman üçün, xüsusən müsəlman tacirin
öyrənib dərindən dərk etməsinə ən çox layiq olan qapılardandır, mövzulardandır. Belə ki, o halal haramı öyrənmədən, araşdırmadan öz evinə, öz süfrəsinə heç bir yemək içməyə gətirməməlidir. Əgər qazancı halal və pakdırsa, onu yeyib içər. Haram və ya şübhəli bir şeydirsə, ondan üz döndərər, uzaqlaşar. Çünki onun üçün sabit və sarsılmaz əsaslardan biri halal ruzidir. Halal ruzidir. Bu mövzuda əsla sövdələşməyə getməz. Güzəştə getməz. Güzəştə yol verməz. Və beləcə, dəyərli qardaşlar, bu 4 dayağı bütün gücümüzlə qoruyub saxlamağa və heç birini itirməməyə çox diqqət etməliyik. Şeytandan və pisliyə sövq edən nəfsdən çox ehtiyatlı olmalıyıq və heç vaxt belə deməməliyik ki, bazara girəndə və yaxud da hər bir hansısa bir alış-verişimizdə mən bazarda bazara doğruluqla girdim, malım isə satılmır, satılan ancaq ətrafdakı yanımdakilərin, yəni yalancı və fırıldaqçı tacirlərin mallarıdır. Onlar insanlara vallah bu mal yenidir deyə and içərək yalan danışırlar. Bilməlisən ki, yəni bazar əxlaqın süzgəsdən keçildiyi, saf və nasafın bir-birindən ayrıldığı imtahan meydanıdır. Dünyadan itirdiklərin sənə əsla zərər verməməlidir. Yəni ətrafındakılar yalan danışmaqla mallarını nə qədər çox satıb, nə qədər çox qazanc əldə etsələr belə, bu sənə təsir etməməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bizim üçün səmimi və şəfqətli nəsihətlərindəndir bu hədis. Və sünnəyə səbr etdiyin Peyğəmbər sallallahu aleyhi və səlləmin vəsiyyətlərini qoruduğun zaman bunun bərəkətli nəticəsini həm bu dünyada, həm də axirətdə gözlərinlə görəcəksən. Nəticədə həm dünyada, həm də axirətdə yaxşı və şərəfli aqibət sənin olacaq. Həm dünyada, həm də axirətdə. Allah Subhanahu və Teala bizi pis əxlaqdan, murdar əməllərdən və azğın hava və həvəslərdən hifz etsin. Bizə halal ruzi və rahat, bərəkətli yaşayış nəsib eyləsin. Şübhəsiz ki, o işdən və dualara cavab verəndir. Və sallallahu və səlləm alə abdillah və rasulih nəbiyyina Muhammedin və alihi və sahbihi əcməin. Subhanakallahumma bihamdik və əşhədu an la ilahe illa ent və estağfiruka və etûbü ileyk. Amin.